Deyir xanımım israr elədi. Gedirdim Kərbəlaya. Dedi məni də gərək aparasan. Dedim sən bardarsan. Olmaz. Döhtürünün yanına getdik. Deyir döhtürü dedi ki bardardır. Nə bayət bunu aparasan? Bizad olsa öz boyunu uzat. Deyir xanımım israr elədi. Baba İmam Hüseyin ziyarətidir. Gedək Kərbəlaya. Heç zad olmaz. Dedim xanım geçsik bir ittifak düş. Dedi yox mən ağam ilə özüm bilərəm. Məni də apar Kərbəlaya. Deyir xanımımı da götürdük. Bahəm gəldik. Hərəm Həzrəti İmam Hüseyin aya Kərbəlaya ərağa yetişdik. Xanımımı bir dərdi tutdu. Gördüm xanım dərdidən ölür. O qət vəzi xərabdır. O qət halı yamandır. Deyir dedim xanım nə vəzdəsən? Dedi kəsən nəfəs çəkəmirəm. Deyir əlindən yapışdım. Gətirdim döhtürə. Deyir dedim xanım aparım döhtürə. Gəldik döhtürə təbibin yanına. Zənan döhtürünün yanına. Deyir müayinə elədi baxdı. Deyir dedi ki qarnında olan uşaq ölüb. Ölüb gərək bunu sikt eləyəsən, saxlamayasan. Deyir dedim baba o nə sözdür? Biz gəlmişik bura, mən Salim İrandan gəldim. Deyir dedi xanım dünyadan gedib uşaq. Əl çəkməyəcən gərək bunu salasız qalmıyor. Deyir oradan xaric olduq. Xanım deyir kişiyə dedi ki kişi məni aparcınan Hərəm İmam Hüseynə, Zərih İmam Hüseynin kənarına. Mən bir gedim döhtürümün yanına, ağamın yanına. Deyir xanımın əlindən yapışdım, zor ilə gətirdim. Hərəm İmam Hüseynə xanımını qoydum Zərih Əba Abdillah Hüseynin kənarına. Deyir xanımım gördüm, yapışıb şəbəkə-i zərihdən belə ağlar, belə göz yaşı tökür. Deyir birazdan gördüm xanımım yuxlayıb zərihin kənarında. Gəldim xanım dur ayağa yatıbsan yuxuya gedibsən. Deyir durdum gördüm xanım yuxudan durdu gördüm halı düzəlib. Belə bəşra şefi sazdı. Deyir dedim xanım sən həmanki adam dəyilsən nə kefin saz alıb. Deyir kişi day əslən dərdim yoxdur. Deyir dedim nə olub sənə? Deyir dedi kişi yatdım aləmi rüyada gördüm bir mücəllələ xanım bir uşaq gətirdi verdi mənim qucağıma. Dedi muraqib ola bu bizim əmanətimizdir. Bu bizim qadımızdır, töhvəmizdir sənin üçün. Kişi mən bilirəm mənim uşağıma heç zad olmayıb ha. Mənim uşağım salimdir. Deyir dedim xanım şuxluq eləmə. Sübh gələndə bura gördün nə vəzə döhtür dedi ölüb. Deyir xanımın əlindən yapışdım apardım döhtürə. Deyir döhtür sonografi müayinə bu yan o yan. Dedim xanım nə olub hara getmişdin? Dedim mən bir yerə getməmişdim fəqət getmişdim Hərəmə Əba Abdillah Hüseynə. Dedi xanım mucizə olub bu uşaq zindədir. Həman uşağı ki mən sübh gördüm bu uşaq ölüb. Həman uşaq zindədir. Nə ittifaq düşüb dedim baba bunu bir mücəllələ xanım verdi mənə. Bunu əmanət verdi mənə. Bu uşaq dünyaya gəldi. Görün deyirəm məmləkət kimlər getdilər, kimlərə yetişdi əlan. Bu uşaq dünyaya gəldi. Nənəsi bunun adını qoydu Muhammed İbrahim Himmət. Şəxsiyyəti ki nənəsi deyir vaxtı şəhid oldu başı bədənində yox idi. Qəbrə qoyanda deyir bu balanı dedim ya Fatimətüz Zəhra həman verdiğin əmanətdir xanım sənə təhvil verirəm.